Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə birlikdə milli mətbəximizin ən sevilən şirniyyatlarından biri olan, içi bol umaclı, ətri bütün evi bürüyən, çox ləzzətli Qarabağ kətəsini hazırlayırıq. Videonu bəyənməyi unutmayın. Keçək hazırlanma qaydasına. Bir qaba 1 stəkan qatıq, 1 stəkan ilıq süd, 100 qram əridilmiş kərə yağı, 1 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 1 ədəd yumurta və 1 paket instant mayanı əlavə edib yaxşıca qarışdırırıq. Daha sonra 7 stəkan unu hissə-hissə, yəni yavaş-yavaş qarışıma əlavə edərək ələ yapışmayan yumşaq bir xəmir yoğururuq. Niyə məhz unu hissə-hissə əlavə etməlisiniz? Çünki unun markasından və keyfiyyətindən asılı olaraq miqdarı dəyişilə bilər. Ona görə də diqqətli olun. Xəmir hazır olduqdan sonra üzərini örtüb isti bir yerdə 1 saat mayalanmağa qoyuruq. Xəmirimiz mayalanarkən kətənin olmazsa olmazı olan içliyini hazırlayırıq. Bunun üçün bir qaba 1 stəkan un, 1 stəkan şəkər tozu, 1 paket vanil və 150 qram yumşaq kərə yağını əlavə edib əllərimizlə umac halına gətiririk. Mayalanmış xəmiri biraz yoğurub havasını alırıq. İndi isə xəmiri 6 bərabər hissəyə bölüb kündələr edirik. Hər kündəni biraz açıb, ortasına 3 xörək qaşığı hazırladığımız içlikdən qoyub kənarlarını ortada möhkəm birləşdiririk.
Hazırladığımız kətələri soba listinə düzüb, üzərini örtüb təxminən 30 dəqiqə yer mayası alması üçün gözləyirik. Bu vaxt ərzində bir yumurta sarısına 1 xörək qaşığı süd əlavə edib qarışdırırıq və vaxt tamam olandan sonra kətələrin üzərinə çəkirik. Çəngəl vasitəsilə üzərinə klassik kətə naxışları vurub bir neçə yerdən də deşdəkləyirik ki, bişərkən çox qabarıb formasını itirməsinlər. Əvvəlcədən 190 dərəcəli isidilmiş sobada təxminən yarım saata və yaxud da üzəri və altı qızarana qədər bişiririk. Və budur, pambıq kimi yumşaq, bol içlikli, ətirli Qarabağ kətələrimiz hazırdır. Bu kətələr həm görüntüsü ilə, həm də dadı ilə çay süfrənizin bəzəyi olacaq. Əgər resepti bəyəndinizsə, videonu bəyənməyi, fikirlərinizi mənimlə rəylərdə bölüşməyi və yeni videolardan anında xəbərdar olmaq üçün kanalıma da abunə olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Növbəti dadlı videolarda görüşənədək özünüzə yaxşı baxın. Hələlik.